Demək, cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Ağıllı uşaq. Baş qəhrəman sualları cavablandırmaq üçün kömək alır. Bu doğru fikirdir. Doğrudur, qocadan kömək alır. Əsərdəki mənfi qüvvələr baş qəhrəmanın əli ilə cəzalandırılır. Bu yanlış fikirdir. Ağıllı uşaqda mənfi qüvvə burada Əhmədin əli ilə cəzalandırılmır. Dərdi şagird Əhməd. Aid olduğu janr ədəbiyyatımızda nəsr formasında yaranır. Bu ortaya yazılmalıydı. Çünki hər ikisi nağıldır. Nağıl yalnız nəsr formasında olur. 4. Yadelli obrazda iştirak edir. Doğrudur. Firəng padşahı orada elçi göndərir. Doğrudur. 5. Ustadnamə ilə başlayıb ənənəvi sonluqla bitir. Bu nağıla aid deyil. Ustadnamə ilə başlamaq dastana aiddir. Məhəbbət dastanlarına aiddir. Bu yanlış oldu. Həyatı əks etdirmə üsulu kimi təhkiyədən istifadə edilib. Doğrudur. Biz bilirik ki, nağıl epik növə aiddir. Epik növün canı təsvir, təhkiyədir. Doğrudur. Cavabımız 2, 3 və 5 olacaq.